Песня посвящается светлой памяти шахидов из селений Гиль-Кусарского района, которые пали героями во Второй Karabağской войне. Mahnı, İkinci Karabağ Müharibəsinin şəhidləri, Qusarın Hind səlbindən olan 4 gəncin əziz xatirəsinə ithaf edilir. Kilar füre vilakayna dünyadır, Karabağ'da vilakalna dünyadır. Halkasız hiç gerek duş tarifa, Vatan heybu ceday kartuş sayfa. Kilar füre vilakayna dünyadır, Karabağ'da vilakalna dünyadır. Halkasız hiç gerek duş tarifa, Vatan heybu ceday kartuş sayfa. Ümit Turajrail Reşan, Cennetiz kül fena kifan, Kun pataldi vatan azam. Vaxtınız xeyir olsun, əziz şəhid analar, əziz qonaqlar, əziz şehit kənd sakinləri. Bugün Qusarın en büyük yaşayış məskəni olan Bil kəndində şəhidlər bulağın açılış mərasimi keçirilir. Bu mərasimi açıq elan olunur. Azərbaycan Respublikasının dövlət himni. Azerbaycan'ın, ülkemizin, vatanımızın erazi bütünlüğü uğrunda öz canlarını kurban vermiş şehitlerimizin hatıresini yad etmek için bir dakikalık sükut elanılır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. İndi isə şəhidlər bulağının açılışı olacaq. Şəhid anları dəvət edəcəm. Lenti kəsmək üçün. Buyurun.
Kumbataldi vatandaşlar Buyurun. Kenare kay şehit bilim Ümit Turaç Rail Reşar Cennet kül fena kifar Kumbataldi vatandaşlar Kenare kay şehit bilim Ben ilk növbədə bizim hərbiçiləri təbrik edirəm, onlara can sağlığı diləyirəm. Onların çətin işində müvəffəqiyyətlər arzulayıram. Bizim tədbirdə müharibə veteranları, qazilər iştirak edirlər. Onları salamlayıram. Onlara Allah'tan şəfa arzu edirəm. Və əlbət ki, bugünkü mərasimdə, bugünkü tədbirdə şəhid onlara bugünkü tədbirdə nəinki ilk kəndin, ümumiyyətlə qonşu kənddən gələn qonaqlarımız da var, şəhid onlar da var. Zakir mən Rəşidov iştirak edir. Sarayın İcra Hakimiyyətinin başçısının ilk kənd ərazində nümayəndəsi. Buyurun mən. Salam, hörmətli tədbir iştirakçıları, hamını bayram mübarizəsini təbrik edirəm. Şəhid anaların qabağında söz demək biraz çox çətindir. Biz də əlimizdən gələni elədik ki, nə bacardılsa, onu da eləmişik. İndi bəyənərsiniz, bəyənməzsiniz, onlara sizindir. Cəmaatın da Allah kömək olsun, çox sağ olsun. Cəmaatdan da çox minnətdarıq. Burada sahibkarlar köməklədi bizə, xeyli iş adamları var, onlar da köməklədi. Bu ulağı ərsəyə getirdik. Allah sizin canınızı sağ eləsin, şəhidlərə Allah rəhmət eləsin, qazilərə də Allah kömək olsun. İnşallah sizin köməyinizlə, sizin dualarınızla biz də öz ocağımızı işlərə aparacağıq. Sağ olun. Volodya Maverdiyev iştirak edir. Buyurun. Çok sağ olun. Minnettarımı bildirirəm. İlk önce bugün çok güzel bir gündü. Hem de Silahlı Qüvvələr Günü, hem de ki bizim bu qəhrəmanlarının bulaq açılışı günü. İlk önce ben burada mecliste şehit anaları, şehit ataları, hem de ki şehit bacılar görürəm. Başta olmanın hər birini salamlayıram. Xəncəlov Ümid Radifoğlu 1994-cü ildə Busa rayon ilk kəndində anadan olub. Orta təhsilidir, təhsili də Busa rayon ilk kəndində də bitirir. Xəncəlov Ümid 2014-cü ildən Busa rayon Ensalı hərbi hissədə kəşfiyyat bölüyündə mənlə bir yerdə xidmət edib. Bu Xəncəlov Ümidlə saatlarla, günlərlə danışmaqdan qurtarmaq da olmur. Yəni böyüyə böyük, kişiyə kiçik hörmət qoyan bir adamdır. Xidmət dövründə də bunun nətər cəsarətlə döyüşməyini, nətər yaralı əskərlərinə kömək eləməyini mən öz canlı şahidi olmuşam, mən görmüşəm. Cəsur, mərd, vətənpərvər, ailə canlı, dost canlı bir oğlandır. Vətənə çox bağlı idi. Bütün şəhidlərə Allah rəhmət eləsin, qaziləri də Allah şəfa versin. Hal-hazırda da xidmətdə olan bizim hərbiçi qulluqçularımız var, hərbiçi qardaşlarımız var. Allah onlara da kömək olsun. Sağ olun, çox sağ olun. Minnətdarım bildirim. Sağ olun. İyi zəhmət qaçına, iyi bulağı çəkin var. Na köməkin var, na hürmət avardla Allah izi foy, canar sağ foy, qarşat foy, abrin. Abriz cibiniz bərəkət oturay, iyi şehit balar izni, Allah deyir, rəhmət oturay, qazir izni, Allah ki kömək xuray. Dostlar, tədbirimiz devam edir. Bugünkü bayram münasibətilə təbrik etmək üçün kəndimizin ağsaqqalı dəvət etmək istəyirəm, Nurbalı Dayırzayevi. Hürmetli yoldaşlar, keçen oynuyoruz, şilar xuri, şehidri, bula, içekini var, hada açılış dizbatkanı var.
Kolakta zahmet kaçın vay ve gösterişken vay yoldaşlarla Allah rızık vay. Çok sağ ol, can sağ ol vay. İdilan yeki kolak riz, masa kolak riz gilvehina, medeniyet kolak riz gilvehina, Hürri abadlav kolak riz, madan kısan tamaşunuz arzuyuz veze. Şehit diyar. İgila Allah Teala de muharebe şerayette cezva şeye, muharebe ölüm göle çizavatuş. Hida kısmette vuşu ve ta hakkan vade. Allah de şahidiriz, bütün şahidiriz, ince şahidar. Timsal dokuna, veri şahidiriz. Allah da rahmet uğray. Abri de nur kura abri suruz. Çözni kadardık şu hürri cemaat ve Respublika'da cemaatler şerikti. Abriz Allah da rahmet uğray. Kini sonra niye silahlı kuvvetler günü yakı. Bütün silahlı kuvvetler kolak suayizat iştirak çeyiriz. Vardiyat çağında sağ ol. Uzun ömür. Çünkü kolak ralme fekayetler arzıydı. Vatan sağ uğray. Devlet sağ uğray. Ordu sağ uğray. Prezidenti can sağ uğray. Dikkatiniz göre çok sağ olun. Daha bir artık söz verilir genç neslin nümayəndəsinə İlker Məscidin Axundu Amir Kəcəli. Selamun Aleyküm. Əziz tədbir iştirakçıları, hər birinizi 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm. Allah hər birinizə can sağlığı versin. Əziz şəhid anaları. Allah sizlərdən razı olsun. Belə gözəl, mərd, qəhrəman oğullar böyütmüsünüz, dövlətimizə bəxş etmişsiniz. Hər birinizin qarşısında baş ərik təbii ki. Allah sizlərə səbirlər versin. Sizin övladlarınızın əbədi xatirəsini bulaqlar vasitəsilə və yaxud da hər hansı bir tədbirlər sayəsində deyil, onları hər zaman qəlbimizdə yad edirik təbii ki. Çünki ucu Allah da buyurur, şəhidləri heç vaxt ölü deməyin, onlar Allah dərgahında diridir deyə. Bu bulağın tikilməsində belə əziyyəti olan hər birinə Allah razı olsun, mallarına bərəkət ehsan eləsin. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə Allahdan şəfa diləyirik. Bundan sonra da bu kənddə hər zaman belə gözəl tədbirlər olsun, belə gözəl məclislər edir Allah'ın izniyle. Hər birinizdən Allah razı olsun. Təşəkkürlər. Bu tədbirdə iştirak edən hər birinizə mən ilk növbədə öz adımdan, ikincisi də icra nümayəndəsinin adından bütün hər birinizə təşəkkürlər bildirirəm. Çox sağ olun, Allah sizdən razı olsun və son anda da gəlin biz bir xatirə şəkil çəkdirək. Vatan azad, kenare kay şehit bilir. Ümit Turacail reşhay, cennet iskün fena kifay. Hunda daldı vatan azad, kenare kay şehit bilir. Ümit Turacail reşhay, cennet iskün fena kifay. Kun badaldı vatan azad, kenare kay şehit bilir. Kenare kay şehit bilir. Kenare kay şehit bilir.